Biz elə buradakı hədislərdə oxuyacaq ki, İnnəlləhə subhanə fərəzə fi ənvalil əğniya əqvatəl füqəra fəma cəə fəqirin illa bimə mənə qəniyyün. Deyir, həqiqətən Allah Teala imkanlıların, əğniyaların, qənilərin, pulların malının içərisində kasıbların ruzusunu qərar veribdir. Özü vacib edibdir. Pəs yer üzündə hər hansı bir kasıb varsa, bima mənə qəniyyün. Günahı qəninin o imkanının boynuna gəlir. Onun günahı imkanının boynuna. Yəni, hər hansı bir ac yatırsa, o adamın günahı ancaq o imkanlı adamın boynunadır ki, onun yanında, məhəlləsində, qonşusunda, cəmiyyətində bir nəfər neyinir? Ac yatır. İndi əlbəttə istisna moridlər var. Adam var ki, deyir, məsələn, gətir elə halvanı biraz duru elə, tök boğazıma, mənim hövsələm yoxdur çeynəməyə. Onlar istisnalardılar. Normal şəkildə görsən adam var, məsələn elə çalışır, işləyir, gəzir, dolanır, ya iş tapa bilmir, ya qazancı çatmır, ya başqa-başqa məsələlər o cürə fəqirlərdən gedir söhbət. Amma insanlar ki, özlərini elə fəqir halına salıblar, tənbəllikdən, ondan sonra çox yatmaqdan, nə bilim, işləmək istəməməkdən, filandan, bəsməkandan, o düzdür gəlib bir həddə çatandan sonra ona yenə əl yetirmək lazımdır, vacibdir, amma onun günahı özündədir. O gərək özün. Bir də bunun da barəsində hədis varımızdır ki, daha heç kimin boynuna yüküzü atma onu. Heç kimə yük olma onu. Heç kimin boynundan asılma onu. Əksinə çalışın, neyin? Kimsə sizin boynunuzdan asılsın. Yəni, kiminsə siz ehtiyacını ödəyəsiniz. Oturub da gözləməyəsən ki, sənə nəsə gətirəcəklər. Ondan yaxşısı budur ki, sən aparasan, verəsən. Bizim məsumlar, əimmə, ənbiya, peyğəmbərlər getdi, çıxdı. Bir dənə Həzrəti Adəmi bəlkə istisna eləyə bilərik. Çünki o adam yox idi ona bir çörək verməklicə. Ki, ondan üzü bu yana hamısı aparıblar, oturub gözləməyiblər, durub gediblər. Dəfələrlə də eşitmişsiniz ki, o ki deyirlər İmam Hüseyin əleyhissalamın çiynindəki o yara dedilər, nə ox yarasıdır, nə nizə yarasıdır. İmam Səccad əleyhissalam dedi ki, o xurcunun ipinin yarasıdır o. Həzrət Peyğəmbərin də barəsində var, Əli əleyhissalamın da barəsində var və imamların hamısının barəsində var. Ki, bunların bir işi ancaq daşımaq, paylamaq olub, çiyinlərin xurcun yarı eləyib. Və bu cürə, özdə gecənin qaranlığında. Da məsələn, indiki şiə kimi çəkir maşını dükkanın qabağına, orada kamera ilə yığdırır, kamera ilə boşaltdırır, kamera ilə paylayır, sonra da ofisində montaj edir, qısa formada, çünki böyüyünə baxmırlar, qısa-qısa kəsir, qoyur YouTube-a ki, da məsələn də mən belə bir ehsan verdim ki, Allah yanında zərrə qədər dərəcəsi yox, zərrə qədər. O adamlar neçə cəhətdən müəzzəb olacaqlar qiyamətin günündə, əzab çəkəcəklər, danlanacaqlar. Bir bu cəhətdən ki, riyakarlıq eləyiblər. Bir cəhətdən ki, o tərəfin abrını aparıblar. Demir, sədəqəni verəndə, sağ əlin verəndə, sol əlin bilməsin. Bu rivayətin məzmunudur da bu cürə. Tərəfin şeyini aparıblar, abrını aparıblar. Ki, məsələn, ham heç biri, Əli əleyhissalam da hədisdə də var, səhv eləmirəmsə, ayə də varımızdır. Təhsəbuhumul cahilu əğniya. Cahillər bəzi adamları, ayədə də elə deyir, cahillər bəzi adamları qəni hesab eləyərlər, varlı hesab eləyərlər. Nədən? Minət təəffuf, həyalarından. O qədər bunlar cəmiyyətin içərisində özlərini həyalı apararlar, özlərini o qədər tox tutarlar, həyadan məqsəd odur. O qədər tox tutarlar, heç kim acdıqlarını bilməzlər, bildirməzlər, cəmaat elə bilər ki, bunun minlərlə pulu var. Hətta üstünə borca gələrlər. Müraciət eləyərlər ki, nədir? Bizə köməkli gelir. Büddən də bunun abrını aparıb. Axı, heç kim bilmirdi mən kasıbam, fəqirəm, mən nəyimə lazım idi, yatırdım deyil acı gecə. Da buna vərdiş eləmişdim. 1 kilo düyü, nə bilim, bir dənə broiler toyuq, buzlu toyuq, nə bilim, 2 kilo, yarım kilo qəndinə mənim abrımı apardım. Bu bir cəhətdən abur-rizli olur, abur aparmaq olur, o cəhətdən müəzzəb olacaqlar. Bir də malın özünü də israf ediblər. O mal israfdır da acı. O mal israf nəyə deyirlər? Düzgün yerində xərclənməyən mala. O mal ki, düzgün yerində xərclənmir, ona deyirlər israf. Məsələn, çox yeyəndə niyə deyirlər israf eləmə? Dolub da mədə, şeydir,
Elə artıqdır, hə. Bax daşlandırıb yerə tökür. Bu da israfdır da, elə deyir, gedəsən benzin doldurmağa, deyəsən, qardaş, biraz da daşlandır. Hə, qoy maşının orası yuyulsun. Bu israfdır da, mədə də onun kimidir. İndi sonra da benzin elədir ki, maye də axır, gəlir, tökülür, mədədən daha qayıdıb hülqumdan çıxa bilmir dala. Bir də imkan vermir, axı dala çıxmaq, elə dalın yeyir belə. Məlum, o israfdır da. İsrafın pəs nəyə deyildi ümumi şəkildə? Hər hansı bir şeyi düzgün yerində istifadə eləməməyə. Sən onu gecə qaranlıqda, gizdində, lal dinməz, heç kimlə bilmədən aparıb verməliydin ona. Bu formada apardın, verdin. Bu Allahın malın, bu sənə verdiyi imkanın, neməti düzgün yerində istifadə eləmədin. Bu da oldu israf. İnnəllah la yuhibbul musrifin. Allah israf eləyənləri Quran deyir ki, dost tutmur. Sevmir Allah Quran israf eləyənləri. Bu yandan da israf oldu. Görünüz neçə cəhətdən insan istədi yaxşılıq eləyə, nə oldu? Pislik elədi, birinin abırını apardı. Bizim ustadlardan biri vardı, Allah rəhmət eləsin. Deyirdi, cəmaata mən 70 ildə başa salanmadım ki, mən içəri girəndə elə qoyun qapının ağzında oturum. Qoyun mən oturum qapının ağzında da, güya məni hörmət eləyirlər. Biri bu qolumdan yapışır, biri bu qolumdan sürüyə-sürüyə aparıb başa çıxardırlar. Hatta bu ehtiram olmadı ki, dayı. Qoyla mən laldınməz, abırlı oturum orada da. Bəzən bizim ehtiramımız gəlir o dərəcəyə çıxır. Bizim bəzən gəlib hüquqa riayət eləməyimiz, hüququ tapdalamağımız olur. İndi ya onu hiss eləyirik, ya bilmirik, ya da ki, elə bilə-bilə eləyirik. Mümkün də hiss eləmirik. Mən özüm şahidəm, bir nəfərə bayram payı gətirmişdi. Saat yarımdan çox oturdu yolun qırağında ki, qoy o adam gəlsin, mən verim onu. Mən deyəsən, keçən dəfə dedim bunu sizə, ya başqa yerdə haradasa danışırdım. Saat yarım yolun qırağında oturdu ki, nədir, onu versin ona. Ay bala, gəti ver mənə, mən verirəm. Ver o dükana verər. Ver filan kəsə verər, dedi, yoxu yox. Bir daha buzlu toyuq idi, tutardı getdi, yanında bir kiloluq teksondur da adı. Tuksonla teksonu sərgiş salıram, mən də tukson maşını çox olub ona görə. O ondan idi, nə belə də uzaq başı olardı bir 10-15 manatlıq şey. Dur, hökman özüm verəcəm. Yekə ki, sən özün möminsən, namaz qılansan, Allah'ı tanıyansan, Allah bu boyda eləyib səni bir dəfə gətirib, özü əli ilə verib, utandırıb, elə bilmədən oradan buradan elə eləyib ki, heç hiss eləməmsən ki, bunu Allah verir. Allah əta eləyəndə Allahın əta eləməyi o cürədir də. Görsən, və yərziquhum min heysu la yəhtəsib ki, deyir ha Quran, heç bilməz hardan bunun ruzusu gələr, biri də odur da. Biri də odur. Görsən, birini evə dəvət edirsən, utanır. Yık qaba ver, aparsın, evində yesin. Düzdür, evə gələndə qonaq özü ilə ruzu gətirər, gedəndə də evin günahlarını aparar, özü aparmaz da, yəni çıxar gedər, özü apara qalanda heç kim qonağa getməz. Amma o yerində görsən da bu utanır. Evə gəlmək istəmir. Sən də bilirsən acdır da bu. Yığ bir dənə qabağa, şükür Allah'a da bir də narazı qablar, plastik qablar doludur. Yığ içinə verirsə də qabı da qaytarmağa ehtiyac yoxdur. Qoy bu rahat olsun. Böyüklər, qədimkilər, axsaqqallar, məsələn, evə 5 dənə, 3 dənə ac adam çağıranda özləri başını salarmış aşağı, heç başını qaldırmazmışlar. Ya deyərmiş, siz yiyin, mən də nəminə gedirəm gətirməyə. Onda gələrmiş ki, yeyim qutarıblar. Ki, qoy rahat yesinlər. Yoxsa biz kameranı 4 tərəfdən qururuq. Gözlə izləyirik. Arada da elə çəkirik yaxına, baxırıq ki, görək nətər yeyirlər. İnsandır bunlar, məxluqdur. Çox-çox üzr istəyirəm bu ifadəmə görə. Bu başqa məxluq deyir, qabağına yem tökəsən, sonra durub tamaşa eləyəsən. Bu insandır. Bunun Allah baxmır ağzına ki, çörək yeyəndə utanmasın, ondan sonra nə bilim, neynəməsin. Bir tikə çörək verimsən, oturursan yolun qırağında, saat yarım gözləyirsən, nə? Qoy bilsin ki, mən verdim. Heç Allah indiyə qədər bir dəfə özünü göstərməyib sənə ki, mən vermişəm bu yeməyi sənə.